Hamımız əlimiz boşdur da ağa. Biz elə bu qafıya gəlirik gedaylıq eləməkdən. Bizə biləxərə sailik. Əlimizi doldur ki. Axtarır əlimizi doldur da. Oğuzuyasın əli doldur. Doğru mən o uləmaların biri nəql edirdi. Bir dəfə getmişdim Məşədə bir 30 il 40 il bundan qabağa Pakistanın cəmaatindən şiələrindən gəlmişlər. İmam Rızanın hərəminin başına fırlanı idilər. Ətəklərin açı idilər bu cür. Bu ətəklərin açı idilər deyidilər. Doldur ətəyimizi ağa, doldur. Fırlanı idilər, ağlı idilər, deyib doldur ətəyimizi. O alim nəql idi, deyidi ki, mən də onlara baxıydım, ağlı idim şiddətlə. Əcəb saillik eləyilər, əcəb yalvar eləyər, əcəb gedaylıq eləyilər. Ondan deyil, hamısı yoruldu, oturdular yerə, amma biri yorulmadı. Elə o ətəyin fırladı İmam Rızanın hərəminin başına, dedi, doldur ətəyimi, doldur ətəyimi. Axı qalxay, qapıda bir xəbər yoxdur Allahın yerdə ha. Deyil, mən də ona baxdım, ağladım, İmam Rıza ikimizin də ətəyimizi doldurdu. Allahu Ekber. Deyil, İmam Rıza ikimizin də ətəyimizi doldurdu. O fırlandı, mən də ona baxdım, ağladım. Həzrət buyurdu ki, Ulaikə rüfəqai və əkrəmu ümməti əleyyə yevməl qiyamə. Çox böyük cümlədir. Həzrət buyurmayıb ki, qiyamətdə sahabəm mənə ciram idilər. Sahabələrim mənə əzizdilər. Xeyr, buyurdular ki, əsr-i qeybətdə yaşaylar, İmam-ı Zamansud yaşaylar, qiyamətdə hammidən mənə əziz olardılar. Hammidən mənə cirami olardılar. Görəysən? O da İmam-ı Sadiq aleyhisselam buyurdu, mən sərrəhu ən yəkuna min əshabil məhdi. Hər kəs bu mətləbə istəyizindəcisində kef eləyə, ləzzət apara, İmam-ı Zamanın əshabından ola 3 dənə dəstur verdi İmam-ı Sadiq aleyhisselam. Biri, intizar çək. Görəysən ha, gecə günüz hərdən bir qapıya çıx pəncərədən. Denən Allahım, sahibim nə vaxt gələr? Allah, sahibim nə vaxt gələr? Allah, atam nə vaxt gələr? O cür intizar çəkinər ha. Necə ki bu uşaq atasının intizarını çəkər ha. O cür bir intizar çəkinər. Ondan da yuxarı. Hər kəs mərifəti əndazəsində də. Deyilən Allah, sahibim nə vaxt gələr? Mərhumi Seyyid ibn Tavus oğluna namə yazay, naməsində buyuruq, oğul gecə vaxtında, gecə namazına duranda bir başı çıxar ki, eşiyə, gəl həyata. Ondan denən, ya əyyuhəl əziz, məssənə və əhlənə zor və ceyna bi bizaətin mucad və avfilənəl keyl və təsəddəq əleyna, innəllahı yəczil mütəsəddiqin. Həmin ayi ki, Allah Surə Yusufdan nəqli, Yusufun qardaşları gəldilər, Yusufə dedilər, ya əyyuhəl əzizə, Misrin əzizi, beçaroy biz, bəli, əlimiz hər tərəfdən kəsilibdir, dünya imkanatına hissad yoxumuzdur, məssəna və əhlənə zor, özümüz, əhlə əyalımız, hamımız çətinliyə düşmüşük, acdıq, susuzluq, qəhdi, bilmək nə eləyək, bəli, məssəna və əhlinə zor, cenab-ı bizaətimizə bir şey yoxumuzdur, bir az varlıqla, bir az sərmayə ilə, az pulla sənin qapıya gəlmişik, istəsən pulumuzla bizə bir şey verəsən, bir şey eləməyəcək. O afilənəl keyr, sən doldur cinən o peymanəni doldur cinən, közü doldur cinən, doldur qabuy, bizim qablarımızı doldur. Bizim zərflərimizi doldur, kasalarımızı doldur cinən. Fəofillərnəl keyl və təsəddəq eləyinimizə sədəqə vericinən. Seyyid ibn Tavus oğluna buyur, oğul, hər gecə dur, İmam-ı Zamanı ilə o cür danışınən. Gecə vaxtında dur, İmam-ı Zamanı səslə. Səslə İmam-ı Zamanı. Denən, ey əziz-i aləm, ey əziz-i Misr-i vücud, ey əziz-i Fatimə, çətinliyə düşmüşəm. Çətinliyə düşmüşəm. Ondan bu nəfsim məni sərgərdan eləyib, heyran eləyib. Nəfsim əli bir qoy sinəmə ağa, bir əli çək başıma ağa, başım ərşə dəyər, əli başıma çək söngəbnən əsər.
İmam Zaman təsəddəq əleyhinə, amma mənə bir sədəqə ver də, möhtacam, fəqirəm, bir şeyim yoxdur, doldur o cimi. Doldurar da təsəddəq əleyhinə. Ya, imamı, hala o Həzrət buyurdu, əvvəl budur ki, intizar çək. İkinci budur, intizardan sonra ikinci budur ki, Həzrət buyurdu ki, فَلْيَعْمَلْ بِالْوَرَى Təqvan olsun, təqva, təqva, təqva. Haramdan saxla özü, haram, haram, haram. Haramdan özü saxla. Haram iş gördün İmam Zamanın da qapısını bağlar özü, qapısını açmaz. Haramdan özü saxla. Mal içi yeysən, çörək içi yeysən, loğmələri muraqibət elə, gözətdə pak loğma ağzına qoy, tahir. Nəfsü nəcis eləməli deyil əməkinən. Bu canı yani Allah Peyğəmbərlərə buyurur, ya əyyuhər rusul kulu minət təyyibat və əməlu salihən. Ey Allahın ənbiyaləri, yeyin paş qəzalərdən, ondan salih əməllər görün. Bu ayədən bəziləri bu cür başa düşürlər ki, paş qəza yeməsən, salih əməl görə bilməzsən. Gərək içəri paş qəza ilə doldurasan. Həzrət buyurdu, əl-vərə, fəl-yəməl bil-vərə. Aləmdə təqva ilə yaşacinan ta İmam Zamanın əshabından olasan. İntizar çək, təqva və mahasinil əxlaq, gözəl əxlaq sahibi ol cinən və huvə müntəzir. Gözəl əxlaqlar insanın həyatın çövrü, İmam Zamanın həyatına vəs, Peyğəmbərin həyatına vəsli, gözəl əxlaqları kəsb elə. Əmir əl-Müminin buyurdu, əlləş bir gözəl əxlaqı kəmala çatırdasan. Həzrət buyurdu, hər mömin bir gözəl əxlaqın kəmala çatırsa, mən zaminəm qalan əxlaqların kəmala çatırdaram. Əmir əl-Müminin buyurdu ya.